Hamıya salam. Bugün Java'da var keyword haqqında danışacağam. Deməli, Java'da var keywordi dəyişənin tipini developerin yerinə kompilyatorun təyin etməsini təmin eləyir. Bu Java 10 versiyası ilə dil əlavə olunub və varın yaranma səbəbi Java'dakı boilerplate kodları azaltmaq idi. Yəni lazımsız kod təkrarını azaltmaq idi. Burada bir dənə nümunə vermişəm. Deməli, Java'da bir map yaradanda yəni həm bu map'in sol tərəfinə yazılır, həm də obyekt yaranarkən sağ tərəfinə yazılır. Bu da kod təkrarıdır. Əgər klassın adı da uzun-uzadı olsa, yəni bu belə gedir. Amma varla isə sadəcə dəyişənin yanına bir dənə var yazılır və hansı obyektə aiddirsə, o sağ tərəfdə yazılır və compiler özü bunun sağ tərəfə əsasən hansı data type-a aid olduğunu müəyyən eləyir. Yəni ki, mən bura gəlib int a bərabərdir 5 yazdığım kimi mən burada var a da bərabərdir 5 yaza bilirəm. Burada niyə belə yazmaq olur? Çünki Java gəlir bu bərabərliyin sağ tərəfinə baxır. Buradakı 5-i görür və deyir ki, yəni bu varın yerində əslində int. Yaxud bunu belə eləmək olar ki, string name bərabərdir Salman. Burada biz bilirik ki, tip stringdir. Yəni Java'da bunu bilir, çünki biz buraya string yazmışıq. Amma mən bunu var eləsəm, Java gələcək bərabərliyin sağ tərəfinə baxacaq və burada görəcək ki, dırnaqla ifadə var. Onda biləcək ki, bu varın yerinə əslində string yazılmalıdır. Hətta mən burada bir dənə class yaratsam, person deyə, private string name, konstruktorunu da belə yaradıram. Yəni person bərabərdir new person Salman. Yəni bununla person bir dənə də Salman. Yəni bununla bunun arasında heç bir fərq yoxdur. Tək fərqi odur ki, mən bura var yazmışam, burada person yazmışam. Amma yəni Java bərabərliyin sağ tərəfinə baxır və bilir ki, bu person obyektidir. Mən dedim ki, var kodu qısaldır. Yəni bu o demək deyil ki, biz onu hər yerdə istifadə edə bilərik. Məsələn, mən bura bir dənə metod yazıram. Deyirəm ki, public static get data static string get data və return. Burada da bir dənə belə string return eləyirəm. Mən burada yazıram ki, var data bərabərdir person.get data. İndi burada dəyişənin tipi əslində bəlli deyil. Niyə bəlli deyil? Bu metodu mən yazmışam deyə mən bilirəm də bu nədir. Amma real praktikada bir dənə developer olmur. Bir neçə dənə developer olur və hər birində öz taskı olur da. İndi məsələn ayrı developer bizim yerimizə keçən developer bura baxsa, burada bilməyəcək bunun data type nədir. Gərək getsin bu metoda baxsın. Əgər burada da ayrı bir dənə şey yazılıbsa ona baxsın, ayrı metod çağırılıbsa ona baxsın. Yəni bu əslində kodun oxunaqlığını azaldır. Yəni var nə qədər kodu qısaltsa da bəzi momentlərdə kodun oxunaqlığını azaldır. Yəni ona görə bu cür istifadə eləmək düzgün praktika deyil. Həmçinin IntelliJ-də bir dənə ayar var. Onu da açanda bu metodla return olunan dəyərin tipini də görmək olur. Onun üçün burada settings, burada editörün altında inlay hints və burada types Java və implicit types var. Buna aktiv eləsəm, apply eləsəm, baxın mən bunun data type-ını görürəm. Amma hər nə qədər bu aktivdir, yenə də bu şəkildə varı bu cür istifadə eləmək düzgün praktika deyil. İndi isə keçək var harda istifadə oluna bilər və harda istifadə oluna bilməz. Əmrinci var lokal dəyişənlərdən istifadə oluna bilər. Yəni metod daxilində yaradılan dəyişənlərdən istifadə oluna bilər. Traditional və enhanced for dövrlərində istifadə oluna bilər. Trials resources daxilində istifadə oluna bilər və static və instance initialization blocks daxilində istifadə oluna bilər. Yəni qısaca bu skopların arasında istifadə oluna bilər. Amma instance dəyər kimi yaxud static dəyər kimi
istifadə oluna bilməz. Metod parametrləri kimi istifadə oluna bilməz. Bir də return type kimi istifadə oluna bilməz. Yəni ki, mən burada var name bərabərdir Salman. Belə bir şey deyə bilmirəm. Yəni mən burada ancaq gərək string deyim, yəni açıq aydın gərək tipi yazım. Həmçinin statiklə də işlətmək olmur. Statik var name bərabərdir Salman da demək olmur. Bir də ki, varla yaradılan dəyişənlər mütləq initialize olmalıdır. Yəni mən burada int a yazıb belə initialize eləməsəm mənə error vermir. Amma mən burada var a yazıb belə eləsəm, baxın, bu tipi tapa bilmir. Niyə tapa bilmir? Çünki heç bir şeyə mənimsədilməyib. Bir də ki, varla yaradılan dəyişənləri nulla mənimsətmək olmur. Niyə olmur? Çünki nullun özü də konkret bir tipə aid olmadığı üçün compiler bilmir bu nəyə aiddir. Ona görə də xəta verir. İndi isə keçək varla objectin fərqinə. Deməli, mən burada belə bir şey də yaza bilirəm. Var p1 bərabərdir new person Salman. Və həmçinin burada da belə yaza bilirəm ki, object p2 bərabərdir new person Salman. Yəni belə baxanda mən hər ikisi ilə də istənilən tipdə dəyişəni yarada bilirəm. Mən burada var a bərabərdir 5 də deyə bilirəm. Object b bərabərdir 5 də deyə bilirəm. Yəni belə baxanda bunlar arasındakı oxşarlıq görünür ki, yəni hər ikisi ilə də istənilən dəyəri mənimsətmək olur, yaratmaq olur. Buradakı fərqlərdən biri odur ki, object bu p2-nin data type-ıdır. Yəni bunun data type-ı object, sol tərəfidir. Amma p1-in data type isə persondur. Niyə persondur? Çünki var bir data type deyil. İlk fərq budur. İkinci fərq isə odur ki, mən burada p1 bərabərdir 5 deyə bilmirəm. Amma object-lə yaratdığım dəyərdə mən p2 bərabərdir 5 deyə bilirəm. Yəni ki, mən p1 ilə yaratdığım, yəni mən belə deyək də, mən varla hansı dəyəri yaratmışamsa, o proqramın axırına qədər həmin data type-dan getməlidir. Əgər mən int yaratmışamsa, ona string mənimsədə bilmərəm. Yəni mən p1-ə ancaq ayrı bir dənə person obyekti mənimsədə bilirəm. New person, mən burada deyirəm, məsəl üçün John. Bu qəbul olunur. Amma mən bunun ardınca p1 bərabərdir string, yəni bunu mənimsədə bilmirəm, yaxud char mənimsədə bilmirəm. Amma p2-də mən integer mənimsətdim. Sonra təzədən gəldim, string mənimsətdim. Sonra gəldim, bir dənə double mənimsətdim və belə gedir. İndi mən burada belə eləyim, p1.get class.get simple name. Burada da deyim, burada da deyim, burada da deyim və burada da deyim. İndi kodu run eləyim. Baxın, ən birinci də persondur. Yəni bunun tipi persondur. Çünki sağ tərəfi persondur və compiler baxır, görür ki, sağ tərəf persondursa, varı da persondan əvəzləyir. Sonra object-də də elə eyni şəkildə persondur. Daha sonra mən p2-ni dəyəri 5-ə mənimsətmişəm. Bu olub integer. Sonra string-ə mənimsətmişəm. Salmanında bir dənə string-ə. Burada string çapa olunub. Ondan sonra 3,14-ə mənimsətmişəm. Burada da double çapa verilib. Yəni ki, object-lə yaradılan dəyərlərin tipini dəyişmək olur. Amma varla yaradılan dəyərlərin tipini dəyişmək olmur. Bunun da səbəbi odur ki, çünki Java-dakı hər şey object-dən extend edir. Yəni burada əslində arada görünməz bir dənə inheritance var. Ona görə mən bütün hər şeyi object-lə yarada bilirəm. Amma var isə konkret bir data type deyil deyə onunla bunu eləmək olmur. Var haqqında bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.